Bağ evində tikilmiş üstü açıq hovuz oturacağının tərəfləri 4 və 6 metr, həcmi 120 olan düzbucaqlı paralelipiped şəklindədir. Hovuzun üst oturacağının təpə nöqtələri daxil olmaqla perimetr boyunca hər 2 metrdən bir yaşıl rəngdə olmaqla, 5-i yaşıl rəngdə olmaqla lampalar bərkidilmişdir. Hovuzun içərisinə neçə kvadrat metr kafel işlənmişdir. Deməli, oturacağın tərəfləri 4 və 6-dır, həcmi 120-dir. Həcm bərabərdir S oturacaq vur H. Deməli, biz həcmi bilirik, 120-dir. Oturacağın sahəsi də düzbucaqlı sahəsi 4 vur 6 olacaq, yəni 24 olacaq. Buradan H bərabərdir 5 olacaq. Deməli, biz tilləri tapdıq 4, 6 və 5. Onda hovuzun içərisində nə qədər kafel işlənmişdir? Yəni biz üst oturacaq xaric bütün üzləri sahələrini tapmalıyıq, sahələr cəmini tapmalıyıq. Deməli, aşağı oturacaq sahəsi 4 vur 6, üstə gəl 2 vurulsun 4 vur 5, üstə gəlinsin 2 vurulsun 5 vur 6. Bu olacaq kafel vurulan hissənin sahəsi. Yəni 24, üstə gəl 40, üstə gəl 60. Yəni 124 kvadrat metr kafel işlənəcəkdir. İkinci sual oldu ki, hovuzun kənarına neçə lampa bərkidilmişdir? Deməli, hovuzun üst oturacağının perimetri boyunca lampalar bastırılmışdır. Üst oturacağını biz hər 2 metrdən bir. Deməli, üst oturacağın perimetrini tapmalıyıq. 2 vurulsun 4 üstə gəlsin 6 bərabərdir 20. Və hər 2 metrdən bir lampa bastırıldığından 20-ni 2-yə bölsək, 10 lampa bastırılmışdır. Lampalardan ikisi xarab olarsa, xarab olan lampanın hər ikisinin yaşıl olmaması hadisəsinin ehtimalını tapın. Deməli, 10 lampa vardır, onlardan 5-i yaşıldır, ondan 5 çıxsaq, yerdə qalanları yaşıl deyildir. Deməli, 2 lampa xarab olmuşdur. Deməli, mümkün halların sayı kombinizon 10-dan 2-dir. Surətdə isə bu 5 lampa arasından seçilməlidir. 5-dən 2, yəni yaşıl olması. Olacaq bu hadisənin ehtimalı. Deməli, 10 vur 9 bölü 2, 5 vur 4 bölü 2 bərabərdir 90'da 20.